Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası QET-lər üçün təsviri hesabatların elektron qəbulu proqramını təqdimat mərasimini keçirib. Tədbirdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin əməkdaşları, QET və media nümayəndələri iştirak ediblər. Katibliyin icraçı direktoru Fərasət Qurbanov təsviri hesabatların elektron qəbulu proqramının yaradılmasına şəffaflığın, həmçinin hesabatların təqdim edilməsi, asanlaşdırılması və bu sahədə xidmətin keyfiyyətinin artırılması məqsədi daşıdığını diqqətə çatdırıb. İcraçı direktor qeyd edib ki, maliyyə hesabatları 2013-cü ildən elektron qaydada qəbul edilir. Bu ildən etibarən isə təsviri hesabatların da elektron qaydada qəbulu prosesinə başlanılıb. QHT-lərin bütün hesabatları onların fərdi elektron kabinetlərində yerləşdiriləcək. Katibliyin məsləhətçisi Toğrul Turabov adı çəkilən proqramın təsviri hesabat, faylların yüklənməsi və yazışmalar bölmələri haqqında ətraflı məlumat verib. Tədbirdə proqramdan istifadə qaydalarının izahından bəhs edən təqdimat nümayiş etdirilib və QET nümayəndələrinin sualları cavablandırılıb. Bugün biz Şuranın hesabatların elektron qəbulu proqramının qeyri-hökumət təşkilatlarına təqdim etdik. Şura qeyri-hökumət təşkilatları xidmətin daha da yaxşılaşdırılması, elektron xidmətlərin təkmilləşdirməsi, Şuranın xidmətlərindən operativ və çevik istifadə qaydalarını daha da təkmilləşdirmək üçün ardıcıl olaraq özünün hazırladığı proqram təminatlarını təkmilləşdirir və biz artıq 5 ildən çoxdur ki, qeyri-hökumət təşkilatlarından elektron hesabatları qəbul edirik. Bizdə mühasibatlıqla bağlı, yəni layihənin büdcəsi ilə bağlı hesabatlar elektron qayda qəbul olunurdu. Bu ildən artıq etibarən biz təsviri hesabatlarda elektron qayda qəbul edəcəyik. Artıq bu işə start verilib və Şuranın elektron proqram təminatı bu məqsədlə təkmilləşdirilib. Bugün biz qeyri-hökumət təşkilatlarına proqrama daxil olma, ondan istifadə qaydaları, təsviri hesabatla bağlı məlumatların yerləşdirilməsi, hesabata əlavə sənədlərin bazaya yüklənməsi qaydalarını izah etdik və burada məqsədimiz qeyri-hökumət təşkilatları ilə təmasın azaldılması, onların şuraya hesabatları çox rahat, operativ təqdim etmə imkanlarının yaradılması, hesabatların analizində, onların təhlilində proqram təminatının xidmətlərindən istifadə etmək, eyni zamanda qeyri-hökumət təşkilatları üçün hazırlanmış virtual kabinetdə onlarla bağlı bütün məsələlərin arxivləşdirilməsi üçün bu proqram təminatını yaratmışıq və mən əminəm ki, qeyri-hökumət təşkilatları gələcəkdə Şuranın bu xidmətlərindən istifadə etməklə hesabatları rahat şəkildə Şuraya təqdim edə bilərlər. Eyni zamanda proqramdan istifadə üçün biz xüsusi video çarxı üzərində çalışırıq. Həmin video çarx Şuranın saytına yerləşdiriləcək. QET-lərimiz o video çarxı izləməklə hesabatı rahat təqdim edə biləcəklər. Bundan sonraki dövrlərdə də Şura qeyri-hökumət təşkilatlarına xidmətlərin tam şəkildə elektronlaşması və həmin xidmətlərin təkmilləşməsi üzərində işi davam etdirəcəkdir.